Salam əziz altıncılar, yenidən hər birini salamlayıram. Gecikmiş dərslərimizi ardına bu günləri sizin üçün paylaşacağım. Vaxt itirmədən biz kanalımıza abunə olun. Abunə olun. Bəyənin. Paylaşın. WhatsApp kanalımıza qoşulun. Növbəti tədrislik üçün 050 775 81 72 nömrəli WhatsApp-la əlaqə saxlaya bilərsiniz və biz sizə geri dönüş eləyəcəyik. Naşirlər və oxucular, diaqramda sizdən suallara cavab verin. Diaqramdakı məlumatlar hansı sorğunun? Diaqramdakı məlumatlar uşaqların, yəni bu yaş qrupunda olan uşaqların hansı növ nağılları oxuduğunu, yəni yazıları oxuduğu, kitabları oxuduğunu göstərir. Üfüqi xətlər detektiv, fantastika, tarixi, macera, nağıl, yəni hansı mövzuda olduqlarını göstərir. Yaş qrupunun nağıl oxumağı, gəlin nağıla baxaq. Nağıl oxumağı daha çox 6-9 yaş nağıl oxumağı sevir. Hər yaş qrupunda ən çox üstünlük verilən kitab növünü müəyyən edin. Gəlin baxaq. 14 yaş qrupunda daha çox elmi fantastikalar daha çox oxunulur. Çünki o dövrdə artıq həmin yaş qrupunda insanlar daha çox araşdırmağa meyllidirlər. Sonra hansı yaş qrupu deyir ki, bu biri yaşa baxaq. Bu biri yaşda daha çox detektiv janrlar oxunulur. Bu biri yaşda daha çox macera və digərində də nağıl daha çox oxunur. Hər yaşın öz bəyənmə, öz kateqoriyası var, öz oxuma və üslubu var, bəyəndiyi bir janr var. Sinifdə sorğu keçirəcəksiniz inşallah və bir kitab haqqında məlumatı oxumusunuz və eləyəcəksiniz. Bununla bizim işimiz yoxdur. Azərbaycanda ilk naşirlər kitabın hansı nəşriyyatda hazırladığına baxın. Bu kitaba, siz hər kitab oxuyanda sizə verilən bir məlumatdır bu. Deməli, baxırıq, bunu oxumuşuq, mən də oxumuşam, siz də oxumuşuq, gəlirik. Mesenat sözünün etimologiyası ilə bağlı məlumatı oxuyun. Mətninə istinad edərək Hacı Zeynalabdin Tağıyevin mesenat adlandırmasının səbəbini baxın. Deyir ki, mesenat sözü Romanın rəssamlarına və şairlərinə himayədarlıq edən dövlət xadimi mesenatın adından götürülmüşdür. Burada da baxın, mesenatın rolu var. Nəşriyyat rolu çox Hacı Zeynalabdin Tağıyev çox maarif ocaqlarının açılmasına təmənnası yardımlar eləyib və Orucov qardaşların nəşriyyatına yer verib. Bu o demək ki, məktəb üçün Quran, yəni o onlara himayədarlıq eləyib və Orucov qardaşların nəşriyyatını qızlar məktəbinə gətirib. Orada onlar üçün şərait yaradıb. Yəni bir himayədarlıq etmiş sayılır. Ona görə mesenat sözünü deyə bilərik. Azərbaycan yazıçıları üçün nə üçün kitabların vətəndən kənarda çap etdirirdilər? Uşaqlar, burada baxın, verib bizə. Xəttat qələmi çətin başa gəlirdi. Buna görə də yazıçılar kitablarını başqa dillərdə, başqa yerlərdə çap elətdirirdilər. Çünki bizdə hələ ki çap aparatları yox idi. Bunun cavabına baxdıq. Azərbaycanda mətbəə yaratmaq üçün çalışan ziyalılar. Uşaqlar, bunun da adı Orucov qardaşları var. Sonra Həsən bəy Zərdabi var. Sonra Səid Cəlal Kəmal Ünlüzadə və Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin adını çəkə bilərik. Əsərdən sizə göstərmiş oluram. Növbəti, bu bölmədə əldə etdiyiniz məlumatlardan çıxış edən hər hansı bir haqqında siz danışacaqsınız. Bunu mən etmirəm, bilirsiniz. Orucov qardaşlığı kitabının təbliği üçün nə edirdilər? Baxın, sizcə kitabın reklamını başqa hansı vasitə etmək olar? Çox, indi hal-hazırda televiziya ilə, sosial şəbəkələr nə etmək olar? Amma həmin dövrdə nəşriyyat buraxdığı kitabların dövrü mətbuatda reklamına xüsusi diqqət yetirir, vaxtaşırı qəzetlərdə həmin kitablar haqqında kiçik elanlar yerləşdirirdilər. Mətbəəsi onlar arasında kitabların təqdim etməyi vaxtaşırı müxtəlif kitab kataloqları buraxırdı və sahələr üzrə qruplaşdırılır, annotasiyalar verilirdi. Ona görə qurmuş iş adamları idilər. Yəni bu o deməkdir ki, reklamı da özləri bir üsulla aparırdılar. Hər hansı bir kitab haqqında bunu inşallah ki müəlliminizlə gedərsiniz və belə bir təqdimat hazırlayacaqsınız. Bununla da naşirlər və oxucular mətnimiz bitdi. Buna aid çalışmalarımız bitdi və iş dəftərində Tapşırıq TV kanalında görəcəksiniz. Növbəti fəslimiz olacaq müasir kitablar. Onu da növbəti saatda verəcəm. Hələlik.